Salam, mən Edukompani təhsil şirkətinin ibtidai riyaziyyat və məntiq müəllimi Turan müəllim. Bu günləri ibtidai sinif müəllimləri üçün ədəd məsələlərindən 3 maraqlı sual izahını verəcəm. İndi isə gəlin suallarla tanış olaq. İlk sual. Bahar bir qutu qələmi dostları ilə bərabər bölüşərsə, hər birinə 5 qələm düşür. Dostlarının hərəsinə 3 qələm verərsə, özündə 15 qələm qalır. Buna görə qutuda qələm neçə dənədir? Deməli, burada biz nə edirik? Baharın dostlarının sayını x qəbul edirik. Çünki dostlarının sayını bilmirik. Amma burada belə bir cümlə işlədir ki, Bahar, deməli, dostlarının hərəsinə, burada deyir ki, məsələn, Bahar hər birinə 5 qələm düşür. Deməli, yəni, Bahar birinci deyir ki, bir qutu qələmi dostları ilə bərabər bölərsə, dostları ilə bərabər böləndə burada Baharın özü də rol oynayır. Yəni, bu bir Baharın özünü göstərir. X üstəgəl 1 və hərəsinə 5 qələm düşərsə, vururuq 5-ə. Sonra deyir ki, dostlarının hərəsinə 3 qələm verərsə, burada artıq Baharın özü nəzərdə tutulur. Ona görə burada 3-ü birbaşa x-a vururuq və özündə 15 qələm qalar. Artıq 15 qələm olduğu üçün üstünə 15 gəlirik. Yenə deyirəm, bu bir Baharın özünü göstərir. Çünki başdan deyir ki, Bahar bir qutu qələmi dostları ilə bərabər bölərsə, yəni orada dostları ilə böləndə Baharın özü də burada iştirak edir. Daha sonra deyir ki, əgər dostlarının hərəsinə, burada Bahar iştirak eləmir və hərəsinə 3 qələm verərsə, özünün 15 qələmi artıq qalır. İndi biz bu tənliyi həll edirik. 5 qız üstəgələk 5 bərabərdir. 3x üstəgəlinsin 15. Deməli, burada da x-ları bir tərəfə keçirəndə 5 qızdan 3x-i çıxarıq, 15 ilə 5-i çıxarıq. 2x bərabərdir 10, x bərabərdir 5. Bu olur, deməli, Baharın dostlarının sayı. Axırda bizdən qələmi soruşduğu üçün, deməli, Baharın 5 dostu var. Aparıb, ya istəsəz tənliyin sol tərəfində qoyun, ya sağ tərəfdə. İkisinə də eyni cavab alınmalıdır. 5-in üzərinə 1 gəlirik və vururuq 5-ə, o da 6-nı 5-ə vuranda 30 edir. Beləliklə, birinci sualın düzgün cavabı 30 qələm olacaq. Növbəti üçüncü sualla gəlin tanış olaq. Belə bir maraqlı sualdır. Bir mağazada 30, 40, 50 manatlıq köynəklər var. Buna görə 320 manata hər köynəkdən ən azı bir dənə olmaq şərti ilə ən azı neçə köynək alınar? Deməli, indi gəlin baxaq. Bizdə köynəklər 30 manatlıqdır, 40 manatlıq və 50 manatlıq bizim köynəklərimiz var. Və bizim ümumi məbləğimiz əlimizdə olan 320 manat pulumuz var. Və indi ən az köynək sayını soruşursa, deməli, burada nə edirik biz? Aydındır ki, bax, yəni burada qiyməti çox olan paltardan daha az sayda almaq mümkündür də. Çünki biri var ki, məsələn, biri var ki, 30 manatdan daha çox alarıq. Bizdə də axırda ən az istəyirsə, biz gərək 30 manatlıqdan 40 manatlığı minimum götürək. Yəni, hərəsindən bir dənə götürsək, bizim bir dənə 30 manatlıq köynəyimiz, bir dənə də 40 manatlıq köynəyimiz olsa, onda ümumi bizim 70 manat bizim məbləğimiz olacaq. Ondan sonra nə edirik deməli? 320-dən çıxırıq 70-i, o da eləyir 250 manat. Deməli, bizim 250 manat əlimizdə pulumuz qalıb və 250 manat da böləcəyik. İndi 50 manatlıqdan nə qədər alarıq onda? 50 manatlıqdan da 5-dən alarıq. Deməli, 5 ədəd 50 manatlıq aldıq, qalanlarını da 1 ədəd götürdük. Beləliklə, biz ən azı 7 dənə köynək alarıq. 1 üstəgəl 5 edir 7. Cavab 7-dir. Əgər burada əksinə soruşsaydı, desəydi ən çox neçə manatlıq almaq olar, onda 50 manatlığı minimum götürərdik. Yəni, ən az soruşduğu üçün biz bunları minimum götürdük, bir-bir götürdük hərəsini, yerdə qalanında 50 manatlıq köynək aldıq. Beləliklə, düzgün cavab 7 olacaq. Növbəti ikinci sualla sizləri tanış edirəm. Ana dairəvi tortun kənarına bərabər məsafədə 5 çiyələk qoydu. Hər çiyələk bir-birinə birləşərsə, tort neçə yerinə bölünər. Bax, bu məsələlərdə, deməli, belə bir rahat düstur var. Bu düsturdan istifadə edib tapa bilərsiniz. N kvadrat üstəgəlinsin N, üstəgəlinsin 2, bölünsün 2. N burada meyvələrin sayını göstərir. N 5-dir, çünki 5 çiyələk qoyulmuşdu. Aparıb yerinə qoyuruq. 5-in kvadratı üstəgəl 5, üstəgəl 2, bölünsün 2. O da 32-ni 2-yə böləndə düzgün cavab 16 edir. Beləliklə, düzgün cavabımız burada 16 olacaq.